İki cisim x oxu boyunca əks istiqamətlərdə hərəkət edir. Əgər birinci cisim bərabər yeyinləşən, ikinci cisim bərabər yavaşlayan hərəkət edərsə, cisimlərin təcirlərinin proyeksiyaları üçün hansı münasibət doğrudur? Birinci cisim x ox istiqamətində, ikinci cisim x oxunun əksinədir. Deməli, birinci cismin sürətinin proyeksiyasının işarəsi müsbət, ikinci cismin sürətinin proyeksiyasının işarəsi mənfidir. Əgər birinci cisim yeyinləşən, hərəkət yeyinləşənsə, sürət və təcilin işarəsi eyni olmalıdır. Deməli, V1 müsbətdirsə, A1x də müsbət olmalıdır. İkinci cisim yavaşlayan. Yavaşlayan hərəkətdə sürət və təcilin işarəsi, proyeksiyasının işarəsi müxtəlif olur. Əgər sürət mənfidirsə, deməli, təcili müsbət olmalıdır. Nəticədə hər ikisi müsbət oldu. B bəndi. 136-da birinci cismin sürətinin proyeksiyasının işarəsi müsbət, ikinci cismin sürətinin proyeksiyasının işarəsi mənfidir. Hərəkət x oxunun əksinədir. Əgər birinci cisim yavaşlayansa, deməli, sürət və təcilin işarəsi müxtəlif olmalıdır. Əgər V1 müsbətdirsə, deməli, A1x deməli, mənfi olmalıdır. İkinci cisim yeyinləşən hərəkət edir. Yeyinləşəndə sürət və təcilin işarəsi, proyeksiyasının işarəsi eynidir. V2x mənfidirsə, deməli, A2x də mənfi olmalıdır. Yəni, nəticədə hər ikisi mənfi oldu. C bəndi.